Salam, axşamınız xeyir olsun, dəyərli müəllimlər. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün bildiyiniz kimi sertifikasiya imtahanının birinci günü idi, 17 iyun. Bugün düşmüş sualların izahını sizin üçün belə deyim, yığcamlaşdırmışam. İzahını da indi verəcəm. İzaha keçid almamışdan öncə digər imtahan verəcək olan müəllimlərimə də uğurlar arzu edirəm. İnşallah hər bir müəllim gözəl nəticə toplayar və biz təlimçiləri sevindirər. Elə isə başlayaq birinci sualımızdan. Şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözləri fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədirlər. Bu fəaliyyət idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Şagirdlər mətni oxuyur və həmin mətndə olan həmin sözlərdən istifadə edərək yeni cümlələr qururlar. Deməli, müəllimlər mətni oxuyurlar, mətndəki sözlərdən istifadə edərək yeni cümlələr işlədirlər, qururlar. Bu olacaq tətbiq. Çünki şagird mətni oxuduqdan sonra mətndə olan sözlərdən yeni cümlələr qurur və cümlələrdə həmin sözlərdən istifadə edirlər. Bu yaratmaq deyil, bu olacaq tətbiq etmə. Birinci sualımızın cavabı Y. Sual 2. Azərbaycan dili dərsində şagirdlər mətni oxuyarkən ortadakı təşbeh və metaforaların bədii təsvir vasitəsi, yəni ümumi işlənmə məqamlarını təhlil edirlər. Bu fəaliyyətdə hansı inteqrasiya növü reallaşır? Bu təşbehdir, metafora, bunlar hər biri Azərbaycan dili fənninə aiddir və bir fənnə aid olduğu üçün yalnız fən daxili olacaq. Cavab A. Növbəti sual da buna bənzərdir. Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur. Mətndəki köməkçi nitq hissələrinin növlərinə görə qruplaşdırır və eyni zamanda mətndə işlənmiş təşbeh və metaforaları təhlil edirlər. Bu prosesdə kurikulumun hansı inteqrasiya növü reallaşır? Bəli, burada da eyni ilə köməkçi nitq hissələrdir, metaforadır, təşbehdir. Bunlar da yalnız fən daxili Azərbaycan dilinə aid olduğu üçün yenə cavabımız A variantı. Yalnız fən daxili. Növbəti sualımız da buna bənzərdir. Azərbaycan dili dərsində şagirdlər mətni oxuyur. İsimləri, sifətləri və feilləri müəyyən edir. İsimdir, sifətdir, feillərdir. Şagirdlərə sırayla keçilən nitq hissələridir. Ona görə burada da cavabımız olacaq fən daxili. Cavab C variantı. Növbəti sual. Dərs prosesi zamanı bir şagird davamlı olaraq səs salır. Digər şagirdlərin diqqətini yayındırır və dərsin normal gedişinə mane olur. Müəllim bu vəziyyəti düzgün idarə etmək və sinifdə sağlam təlim mühiti yaratmaq üçün hansı addımı atmalıdır? A. Şagirdi dərhal danlamaq və dərsdən uzaqlaşdırmaq. Əlbəttə ki, bu olmaz. Şagirdi dərsdən uzaqlaşdırmaq düzgün deyil. A. Səhvdir. B. Şagirdlə sakit şəkildə ünsiyyət qurmaq, davranışlarının səbəbini araşdırmaq və uyğun pedaqoji tədbir görmək. Əlbəttə ki, ən səmərəli, doğru yol elə B variantı olar. B variantı düzdür. C. Şagirdin davranışına əhəmiyyət verməmək və dərsi davam etdirmək. Bu da yanlışdır. D. Bütün sinifə xəbərdarlıq edərək digər şagirdləri də cəzalandırmaq. Bəli. Bu tamamilə yanlışdır ki, doğru variantımız oldu B. Növbəti sualımız. Dərs zamanı müəllim sual verir. Lakin bir neçə şagird daim cavab verir, digər şagirdlər isə müzakirədə iştirak etmir. Müəllim bütün şagirdlərin fəallığını artırmaq üçün hansı addımı atmalıdır? A. Yalnız fəal şagirdlərlə işləməyə davam etməlidir. Yanlışdır bu, bilirik. Pasiv şagirdləri məcburi şəkildə ayağa qaldırıb cavab verməyə məcbur etmək, şagirdləri dəstəkləyici mühitə uyğun rəftar etməliyik, yəni onları məcburi bir işə gördürməməliyik. Bu da yanlışdır. C. Fərqli iş formalarından istifadə edərək bütün şagirdlərin iştirakına şərait yaratmaq. Bəli, ola bilər ki, düzgün bir metod, düzgün bir forma seçmədiyi üçün bəzi şagirdlərin maraq dairəsi olmayıb. Ona görə müəllim strategiyasını, metodunu dəyişərək
fərqli formada istifadə edərək digər şagirdlərin də marağını dərsə cəlb edə bilər. Doğru variant C variantıdır. D-yə də baxaq. Mövzunu izah edib dərsi bitirmək. Bu da yanlışdır. Doğru variant C. Növbəti sonuncu sual. Müəllim aşağıdakı fəaliyyətlərdən hansını həyata keçirərkən diaqnostik qiymətləndirmə aparmır? A. Yeni mövzuya başlamazdan əvvəl şagirdlərin əvvəlki biliklərini yoxlamaq. Bəli, əvvəldə aparılan diaqnostik qiymətləndirmədir. A. Doğrudur. B. Dərs ilinin əvvəlində şagirdlərin oxu bacarıqlarını müəyyənləşdirir. Bəli, əvvəldə aparılan diaqnostik qiymətləndirmədir. İlkin və əsas qiymətləndirmələrdən biridir. Sual, daha doğrusu növbəti variant C. Mövzu başa çatdıqdan sonra şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirir. Mövzu başa çatıbsa, deməli sondur. Sonda aparılan qiymətləndirmə summativdir. Nailiyyəti ölçən, nailiyyəti qiymətləndirən summativ qiymətləndirmə olduğu üçün elə cavabımız olur C variantı. D. Təyin prosesini planlaşdırmaq üçün şagirdlərin ehtiyaclarını müəyyən edir. Bəli. Biz demişdik ki, diaqnostik qiymətləndirmə diferensiallığı qoruyur və planlaşdırmanı təmin edir. Planlaşma olacaq diaqnostik. Burada diaqnostik qiymətləndirməyə aid olmayan C variantıdır. C variantı da summativ olduğu üçün yanlışdır. Bu qədər müəllimlər. İnşallah kanalı izləməyə davam edin. Növbəti imtahan günlərində düşən sualları da sizinlə bölüşəcəm. Sağ olun, gecəniz xeyrə qalsın.